Zor, kofem de hazırdı. Kofemin üzerinde gördüğünüz o sütün qaymağıdır. Rayon sütüdür. Ona göre belə görsənir. Belə fokusluyum. Üzü də yağlı olur. Ona göre rayon sütlərin düz içmək yaxşıdır, elə bir yağla dadır. Onun için kofemi için birazdan evden çıxasıyam. Çıxım, yolda da yeni kameranı açacağım inşallah. Birazdan yine görüşərik. Bu arada da yemeğimi pişirmişəm. Bir qazan sop. Bulgura sop pişirmişəm. Və uşaqlar düzdür, Nurqamet evdən gəldi, yedi. O kişilər də gələndə uşaq yiyəcəklər. Uşaq yeməyim hazırdır bugün. Hələ sizə mamamın mənə aldığı pinjamanı sizə göstərim. Bu mənim yeni il hədiyyəsi kimi qəbul edin. Amma yeni ildən öncə alıb sadəcə olaraq indi fikirləşdim ki, çıxardım və yuyum, uşaq giyinmək istəyirəm. Düzdür, bu şalvarlı da, amma mən əslində şortikləri çox sevirəm. Bir dəqiqə. Nəsə, axır gözə çıxarda bildim. Baxın. İndi prosta sadəcə qol açıqdır, beləlidir. Rəngi biraz buradan şey düşür. Kamera ilə çəkmirəm. Yəni, telefonun kamerasından çəkirəm. Rəngi əslində bundan yerinə açıqdır, qol açıqdır. Amma materialı belə qəşəng materialdır. Belə tipə maçna fason belə qəşəng materialdır. Yəni, tam sintetik deyil. Baxın, etiketin üstündə nəsə yazılıb. Yox, heç nə yazılmıyor. Daha doğrusu Çincə yazılıb. Neyse. Hoşum, bunu indi paltarı atıram yuyulmağa. Dedim ki, atım, bunu da yuyum. Paltarla beraber yuyum. Yuyum və giyinmək istəyirəm. Dediyim kimi, şortik olsa lap qəşəng olardı, amma heyf ki, şortik deyil, şalvarla da. Onun için o hələlik qış ayına yəni belə yola vermək olar. Çünki şalvarla çox üstü olur, yəni yata bilmirəm. Zaten üzerimdeki yorğan da yəni nazik bir yorğandır. Gün yorğanda ümumiyyətlə yəni yatan deyirlər. Ən çox sintetik yorğanlar var. Onun ən naziyində yəni yatıram. Ona görə o mənə bəs edir. Belə ayağı zadda belərdir. Bu uşaq geçsin yuyulmağa. Deməli, burada balkonda qoymuşdum. Neçə gündür quruyub. Bayaq buranı siləndə sadəcə yerini tərk və bu qapının ağzı üçün olan xalçadır. Bunu indi götürürəm və baxın, buranı da qəşəngcə silmişəm, tərtəmizdir və elə biraz qurusun, elə burası sərəcəm. Çünki neçə gündür yumuşam. Nəsə, çöldən içəri gələndə çox belə qəribə yer gəlirdi. Fikirləşdim, bəlkə bu xalçadan gələr. Çünki bunun üstü belə, altı isə beləli rezin kimidir. Və bunu hamamda qəşəng şampunla ürəyinizdən yumuşdum. Və bir neçə gün artıq qurumuş olar, ümid edirəm. Çünki üzəri belə jilka fasondur, ona görə yəni hiss olunmur. İndi sərəcəm. Bu arada paltar da yuyuram. Paltarım bitib, oradan səsi gəlir. Bir dənə paltarı da onu da stoplayım. Baxın belə, super. Qəşəng oldu, tərtəmiz. Eve çatdım. Deməli, uşaqların 2 dənə bileti var idi. Mamam işdən vermişdi. Uşaqlar şeyə getmək istəmədilər. Nədir? Yeni şanına. Amma hədiyyələr də burada. Gəl Nurqa, gəl götür. Baxın. Belə. Sonra indi birazdan açarsan nə hədiyyəsidir. Yaxşı? Apar. Bu da Amid indi gələndə Amid götürəcəm. Burada isə sizə çəkmədiyim, yolda əslində çəkmək istəyirdim, amma heç cürə yəni alınmadı. Çünki kamera ilə yəni danışma mümkünatı yox idi. Nuraya sürpriz eləmişəm. Nurayın uzun zamandır məndən istədiyi bir hədiyyədir. İndi bunu belə götürürəm, sizlə beraber aparıram və Nuraya da veririm. Nuray görüntü sadəcə olaraq çəkin. Nurka,
Первую очередь это открывай. Это для тебя. Закрой глаза. Ха, закрой глаза. Давай. Açımsınlar. Mama çok sağ ol. İstediğimdi. Ne de o istedin? Az görək. Belə bir hasta şey. Demək marker üçün skeç yapdım. Markerlerim oldu. Bu da 30 dənəlisini aldım. Deməli, bunun ədədi 50 qəpikdən hesabladı. 30 dənəsi demək 18 manat böylədir. Bu isə 6 manat 50 qəpik idi marker. Balacası 4.90 idi. Orada da məsəlləşdim, dedim hansını alım. Dedi ki, böyüyü uşaqlar balacalar desəmir, böyüyünü. İnşallah Nurka qəşək şəkillər çəkmək diləyi ilə uzun zamandır gözləyirdin. Bəyəndin? Hə, çox Axır ki sağ ol. arzuva çatdın. Hə. Aç görək içində nə var. Yəni tipik yeni hədiyyəsi olan şeylərdir də. O, belə biskrem. Sonra eti. O nə qədər çoxdur. Pandora. Vafdürəm istəyirəm. Bu vafını mən Kakoslu. sevirəm. Kakoslu qəşəng olur dadı. Sonra Et popkek də sevirəm. Amma bu bananlıdır. Mən qarasını sevəm. Hə, mən də. Belə Tutqu. Çubuk. Biskremdir. Bu da bunlar ikisi şeydir. Hə, ikisi də biskremindir. Sonra belə bir ponçik. Görürsən sonra. Yaxşıdır ki, bu dəfə yaxşı şeylər. Ozmalı Ozmanın şey. Sonra mişqası, çubuğu. bu Bu dəfəki nədir? daha yaxşı. Ay. Bir dənə də belə. Elə Bu bunun nədir? sok da düşəcək. Hə, mən elə bildim sokdur Mən bu. də. Aç görək nədir? Tamam puzzle kimi bir şey ya da oyuncaq Hə, kimi bir şey. puzzle-dır. Yeni Puzzle-dır. puzzle-ları. Hə, beləli puzzle-dır. Xoşum, sonra özün də ucu qurarsan. Bu da Nurayın uzun zamandır gözlədiyi hədiyyələridir. Deməli, sabah vaxtı bitirdi. Bugün ayın 5-idir, sabah isə 6-sıdır. Deməli, Heç. 6-sına kimi geyib götürmək lazım idi. Sabah son günü idi. Ona görə də bugün getdim, tələsik götürdüm. Bu da deməli harda yerləşirdi? Milli Akademiyanın opera studiyası. O da binanın təsəvvürün bir girişi, bir də sonra arxası falan. Yəni kuru qədəyə gəldim də, təsəvvür edin. Belə. İndi bunların da bir dənə şəkillərini çəkəcəm. Şey üçün, yəni nədir, ekran şəklinə qoymaq üçün. Nuray da özünə arada belə meyvə salsadı düzəldir. Nuray, bunun yanına əlavə nə qoymuşdun? Bu kökü qəşə belə doğruyur. Mandalin, armud. Deməli onları yeyib, kökdən biraz qalıb. Bir dənəsində mən yeyim. Pirosa ki bu turşudur. Mən çox sevirəm. Nuray da ucu sevir. Özün turşu da qoy. Özün yaxşı qulluq edir. Nuray təsirdə qoyub getmişdim. Ona görə indi gəldim. İndi də çıxacaq Nurayla. Hoşum. Bu turşuları çox sevirəm. Bunun yaşılığında ləzzət tərəzdən alırıq. Ən çox yaşlı dadır. Amma belə yaşılı yox idi alanlar. Deməli mərkəzdəyik. Gedirik Montin tərəfə, Çapayırdan. Mamam gedə gedirik. Mənim qızım da şeydən gəlir. Nədən adım? Hazırlıqdan. Zəng edirəm, cavab vermir. Uzaqdan baxıram ki, ilahi bu insan nə qədər bürünüb. Yəni sizə göstərmələ bir buna baxıram hala. Görün necə bürünüb. Telefon zaten falan səsini zadını da eşitmir. Mənim dolmam gəlir. Aha, şikayətlər başladı. Ciddiyəm. Deməli, bugün yanvarın 5-idir və dedim ki, uru daha bəsdir, videolar çəkmək vaxtıdır. Hava bugün əslində yaxşıdır. Bugün 12 dərəcə falan göstərirdi. Evdən çıxdıq. Sizə göstərdim Nuray aldığım markeri, bir də sketchbook'u. Sketchbook A4 formatındaydı. A3'ü balacaydı. Bilirsiniz də, yəni onun çox balaca elə bu boyda olardı. Onu almadım. Dedi ki 4.90'adır. Məsləhətləşdim oradakı satıcı ilə. Bu arada kanvasdan aldım. O da 28'e yerləşir.
Oranı çox sevirəm, həddindən. Ora gedəndə yəni huzur tapdığım yedinci yer, yəni oradır da. Ümid edirəm səsim yaxşı eşidirsiniz. Havada yaman küləklidir. Markerin isə dedi ki, Liboy Pakovkada 12, 24, 36, 48, 80 dənəsi vardı. Ən çox 80 dənəli, 60 dənə də var idi. Fərqi yoxdur. Ədədə 50 qəpikdən, yəni qiyməti elə olacaq. Mən də vurdum, hesabladım. Əslində 48-dən götürəcəydim. Amma baha gəldi. 24 manata gəldi, çıxdı. Amma o birisi 36 dənəsini götürdü. Onun da rəngləri qəşəngdir. O da 18 manata, boşum 6 manata 50 qəpik. Sketchbook 24.50 ödədim. Nurayın çoxdan ki arzusuydu. Axır ki bu arzunda yəni yerinə yetirdi. İndi də Nuray xanımdan gedirik Montin tərəfə. Bu video 2026-cı ilin yəni ilk videosudur. Mənim üçün ilk videosudur. Çünki 2026 girəni video çəkmirəm. Dönənlərdə bir sizə planlamamı da göstərəcəm inşallah gələn videolarda. Artıq başladım, yazdım və özümə kiçik xırda hədəflər qoymağa çalışıram. Hədəflərimdən biri 30 dəqiqə gün ərzində gəzməkdir. Mütləq. O da bugün 28-dən Nuray axır ki stopladı mənə. Deyir ki, mənim bir videomu çək, şəklimi çək. Onu bitirdik. İndi isə davam edə bilərik. Nəysə. Deməli, kiçik hədəflərdən danışırdım. 30 dəqiqəlik, yəni gəzişdə, yəni gəzmə və yaxud da yeni yerimə bu fərqi yoxdur da. İmni və yaxud da qaçış falan yox. Ona görə fikirləşdim ki, 28-dən evə qədər peşkom gəlim və peşkomda gəldim. Harca 30 dəqiqə yol idi. Həmin vaxt ərzində videonu çəkmək istədim. Amma mümkünatı olmadı. Ya hava yaxşıdır, adamlar çöldə çox idi. Yəni adam çox utandı mənimlə. Kameram belə danışa dəli kimi özüm çəkim. Ona görə dedim, boşu mərkəzdə dedim, gedəndə çəkərəm. Hədəflərimdən biri də bugün həftənin birinci gününə özümə qoymuşam ki, kitablardan seçim kənara qoymalıyam və hansı kitabı elə bir 30 dəqiqə minimum kitab oxumağı seçmişəm. İnşallah ki xırda, yəni onları da videolarımın içərisinə salmaq düşünürəm ki, bəlkə sizin üçün də motivasiya olar. Gələndə bir dənə video qulaq asdım. O videonun ekran şəklini screen edib sizin üçün buralarda yəni bir yerdə qoyacağım. Mütləq o videonun adını yazın və tapın və o videoya mütləq baxın. Случайно çıxdı, yəni həyatda təsadüf deyilən bir şey yoxdur da, yəni nə olursa xeyrimizə olur da. Ona görə mütləq o videoya baxmağı tövsiyə edirəm. Həmin yol boyu da gələ marşrutda ancaq o videoya baxdım. Yəni çox maraqlıdır, çox maraqlı şeylərdir. Yəni motivasiya, kiçik addımlardan danışır. Sən demə telefonumun işığı sönür. Elə biləm hava laf çox, yəni qaranlıq, kamera qaranlıq göstərirdi. Bu arada başqa bir hədəfim var, o da ki uzun zamanda əlimə fırça almıram, rəsm falan çəkmirəm. Deyim də, hardasa neçə aydır, 4 ay, 5 aydır. Onu da bir zəncir kimi istəyirəm, davamlı olaraq çəkmək. O da görə gəlməcə olacaq. Çatdı ucu doğma diyarımıza. Bura mənim Montin vətənimdir, vətənim məmləkətim. Saat ucu 9-un yarısı olacaq. Görün necə qəşəng görsənir hava. Da ay. Necə pulmu görsənir. Kameradan belə görsənir.
Biz gəldik, oturduq, çayımızı falan içdik, elədik. İndi də gedirik. İndiyoruz liftə. Düşürük aşağı, gedirik. Gediyoruz evə, işimizə. Burada уже açıqıb gedeyim, bir də yeməyimizi falan yeyək. Nəzər pişirmişəm. Sağollaşıram. İnşallah yeni bir gündə və yeni bir vlogda görüşmək ümidi ilə, diləyi ilə. Sağ olun, sağlıqla qalın. Hələlik.